Salam, dərs 35-in izahına baxaq. Dünya ölkələrinin inkişaf səviyyəsinə görə təsnifatı. Bilirik ki, dünya ölkələri müxtəlif göstəricilərinə görə bir-birindən fərqlənirlər. İstər əhalinin sayı olsun, istər təhsil səviyyəsi, istər təbii artımı, məşğulluğu və s. ölkələr bir-birindən fərqlənə bilirlər. Ölkələri bu fərqlərinə görə, inkişaf səviyyəsinə görə iki qrupa ayırırıq. İnkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələr. Hər bir ölkənin inkişaf səviyyəsi yüksəldikcə istehsal etdiyi məhsulların, göstərdiyi xidmətlərin dəyəri də artır. Onlar ümumi daxili məhsul və ümumi milli məhsul göstəriciləri ilə müəyyən olunur. Ümumi daxili məhsul və ümumi milli məhsul adətən bir il ərzində olan istehsalı nəzərdə tutur. Ümumi daxili məhsul nədir? Ölkə daxilində həm yerli, yəni ölkəyə məxsus, həm də ölkənin daxilində xarici şirkətlər tərəfindən yaradılan məhsulların ümumi cəmidir. Yəni, bu ölkənin daxilində olan hissədir. Ümumilli məhsul isə ölkədə həm ölkənin öz ölkəsindən əldə etdiyi məhsul, həm də ölkənin xaricdə başqa bir ölkələrdən əldə etdiyi məhsul isə ümumilli məhsuldur. İqtisadiyyatın inkişafının əsasını ümumdaxili məhsulun adambaşına düşən payı əsas götürülür. Yəni, ümumdaxili məhsulu adam sayına bölərək, ölkənin əhalisi sayına bölərək bir nəfər üçün nə qədər ümumdaxili məhsul var, buna görə iqtisadiyyatın inkişaf etmiş və yaxud inkişaf etməkdə olduğu müəyyən olunur. Ümumi daxili məhsula aid məsələyə baxaq. Üdüm 47 milyarddır. Ümummilli məhsul isə 38,5 milyarddır. Bu dövlətin ölkə xaricindəki milli şirkətlərdən istehsal etdiyi məhsul 12 milyarddır. Ümumi daxili məhsulda xarici şirkətin payını soruşur. Deməli, ölkədə ümumilikdə 47 milyard üdümü var. Ümumi milli məhsul isə 38,5 milyarddır. Biz 38,5-dən 12 miljardı çıxaraq, 12 milyard nə idi? Ölkədən xaricdə istehsal olunan məhsul 12 milyardı idi. 38,5-dən 12 milyardı çıxsaq, yerdə qalar 26,5. Deməli, ölkənin özündə istehsal olunan məhsul 26,5-dir. Ölkənin öz daxilində, yəni yerli məhsul. Eyni zamanda, əgər yerli məhsul 26,5 olarsa, ümumi daxili məhsuldan, yəni 47 milyarddan biz yerlinin payını çıxaraq, ümumdaxili məhsulda xarici şirkətlərin payını tapmış olarıq. İqtisadiyyatın strukturu üdümüdə əks olunur. Belə ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas xidmət sahəsi birinci gəlir. Sonra emal sənayesi. Sonra üçüncü kənd təsərrüfatı deyə bilərik. İnkişaf etməkdə olan ölkələrdə isə birinci emal yox, hasilat sənayesidir. Sonra kənd təsərrüfatı daha üstündür. İqtisadi artımın əsas göstəricisi ümumdaxili və ümummilli məhsulun artması, eyni zamanda adambaşına düşən həcminin artması, bir də iqtisadiyyat sahələri üzrə adambaşına düşən məhsul istehsalının artım sürətidir. İqtisadi artım üçün insan potensialı vacib şərtdir. İqtisadi artımın və insan potensialının fasiləsiz olaraq inkişaf etdiyi ölkələrdə iqtisadi sabitlik hökm sürür. Yəni, bu ölkələrin iqtisadiyyatı dünyada baş verən iqtisadi böhranlara demək olar ki, heç məruz qalmır ya da çox az məruz qalır. İqtisadi böhran hər hansı bir ölkədə siyasi və iqtisadi qeyri-sabitlik səbəbindən yarana bilər. Bu da təbii ki, ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Dünyada insanların həyat səviyyəsi, həyat şəraiti və həyat keyfiyyəti olaraq iki qrupa ayrılır. Həyat şəraiti dedikdə burada əsas maddi vəziyyət nəzərdə tutulur. Yəni, insanların qazancı, maddiyyat əsas götürülür. Həyat keyfiyyəti dedikdə isə maddi dəyərlərdən başqa ekoloji, iqtisadi, mədəni və sosial aspektlər də əsas götürülür.
Ekoloji amil nədir? Burada ətraf mühitin təmizliyi, regresiya imkanlarının olması. İqtisadi amillər, burada işsizliyin az olması və yaxud həftəlik iş saatlarının sayının az olmasıdır. Mədəni amillər adambaşına düşən çapdır, nəşrlərdir, iş şəraitidir, ali təhsil səviyyəsidir. Sosial amillər isə burada həm tibbi xidmətdir, həm vətəndaşların təhlükəsizliyidir, həm öz hüquqlarını müdafiə edə bilməkdir. Bu da sosial amillərə aiddir. Dünya ölkələrinin inkişafı insan inkişaf indeksi ilə də göstərilir. Yəni 3 ilə. Bu nədir? Burada əsas götürülür əhalinin orta ömür müddəti, ümumi daxili məhsulun adam başına düşən həcmi, eyni zamanda savadlılıq və təhsil alanlara görə. Bu, inkişaf etmiş ölkələrdə daha üstündür, inkişaf etməkdə olan ölkələrdə isə nisbətən aşağıdır. İnsan inkişaf indeksi ən yuxarı göstəricisi 1-ə bərabərdir. Burada inkişaf etmiş ölkələrdə orta ömür müddəti 85 yaş və ondan çoxdur. Ümumi daxili məhsulda adam başına düşən pay $40.000-dan çoxdur. Əhali arasında savadlılıq 100%-dir. İnsan inkişaf indeksinə görə ən birinci yerdə İsveçrə gəlir ki, 0.9-dur. İnsan inkişaf indeksi aşağı olan ölkələr, burada orta ömür müddəti 25 yaş və ondan aşağıdır. Yəni əhali maksimum 25 yaş yaşaya bilir. Çünki xəstəlik, aclıq və s. buna imkan vermir. Ümumi daxili məhsulda adam başına düşən pay $100 və ondan az olur. Yaşlı əhalinin isə 100%-i savadsızdır. Ən aşağı ölkə burada Niger götürülür 0.3 deyə. İnsan inkişaf indeksinin düsturunda biz burada əsas nədən istifadə edirik? Bir, orta ömür müddəti. Hər hansısa bir verilən orta ömür müddətindən minimumu çıxırıq. Məxrəcdə isə maksimumdan, yəni 85-dən minimumu çıxıb bir-birinə bölürük. Bu olur yaşa görə indeksin tapılması. Adam başına düşən paya görə verilənlərdən minimumu çıxırıq, maksimumdan minimumu çıxırıq və yenə sürət məxrəcə bölünür. Savadlılıq səviyyəsində yenə eyni qaydada veriləndən minimum çıxılır, maksimumdan minimum çıxılır və sürət məxrəcə bölünür. Amma təhsil indeksi tapılanda artıq burada bir fərqə diqqət yetiririk. Savadlılıq 2-yə vurulur, üzərinə təhsil alanların payı gəlinir və 3-ə bölünür. Beləliklə təhsil indeksini tapırıq. Hər üçünü tapdıqdan sonra üçünü də toplayıb 3-ə bölüb ədəd ortasını taparaq biz insan inkişaf indeksini hesablamış oluruq. Burada məsələyə diqqət yetirsək, verilən faktiki göstərici budur. Faktikidən minimum çıxılır, maksimumdan minimum çıxılır və bölünür. Eyni zamanda ümumi daxili məhsul bu qədərdir. Yenə veriləndən minimum, yəni $100, maksimumdan minimum çıxılır və bölünür. Sonra təhsil veriləndən 82.9-dan minimum, maksimumdan minimum çıxıb bölünür və təhsil alanların payı eyni qaydada aparılır. Sonra bu ikisini gördük. Həm burada savadlılıq səviyyəsi, həm təhsil alanların payı. Bu ikisindən ortaq indeks çıxarılır. Savadlılıq səviyyəsi 2-yə vurulur və üzərinə təhsil alanlar gəlinir və 3-ə bölünür. Bu da oldu təhsil indeksi. Hər üçünü toplayırıq və 3-ə bölüb biz burada ədəd ortanı tapırıq. Savadlılıq səviyyəsi dedikdə ölkədə əhalinin yazıb oxuma qabiliyyətidir. Savadlılıq səviyyəsi yazıb oxuma qabiliyyətidir. Təhsil alan isə bildiyiniz kimi təhsil alanları nəzərdə tutur. İnsan inkişaf indeksinə görə əsas yerdə İsveçrə, Norveç, Avstraliya, Danimarka, İslandiya tutur. Ən son yerdə isə Cənubi Sudan, Çad, Niger, Mərkəzi Afrika və Burundi ölkələridir. Xəritəyə diqqət yetirsək, burada savadlılıq səviyyəsi inkişaf etmiş ölkələrdə təbii ki, bu dedik 100%-dir. İnkişaf etməkdə olan ölkələrin bəzilərində, məsələn, yeni sənaye ölkələrində, iqtisadiyyatı daha üstün olan ölkələrdə də bu yüksəkdir. Amma digər ölkələrdə, ən çox da Afrika ölkələrində bu çox aşağı götürülür.
Dünya ölkələrinin inkişaf səviyyəsinə görə təsnifatında ümumi daxili məhsulun həcmi və onun hər nəfərə düşən payı nəzərdə tutulur. Eyni zamanda təsərrüfatın sahə quruluşu, məhsulun hər nəfərə görə payı, əhalinin həyat səviyyəsi, həyat keyfiyyəti, bunlar əsas götürülür. İnkişaf etmiş ölkələr. Burada dünya əhalisinin 15% yaşayır, sənayenin 60%, kənd təsərrüfatının 40% bu ölkələrin payına düşür. İnkişaf etmiş ölkələrin çoxu demək olar ki, Qərbi Avropa regionunda yerləşir. Şimali Amerikadan ABŞ və Kanadadır. Afrikadan CAR, Asiyadan Yaponiya, Cənubi Koreya, Sinqapur, Kipr, İsrail, Avstraliya və Okeaniyadan isə Avstraliya İttifaqı və Yeni Zelandiya inkişaf etmiş ölkələrdir. Cənubi Koreya, Sinqapur və Kipr son dövrlərdə inkişaf etmiş ölkələr qrupuna daxil olmuşdur. Qərbi Avropanın cırtdan ölkələri Monako, San Marino, Andorra, Liechtenstein, Malta, Vatikan kimi dövlətin iqtisadiyyatı kiçikdir. Çünki ölkənin özü onsuz da kiçikdir. Amma burada əhalinin hər nəfərinə düşən iqtisadiyyatına görə, həyat səviyyəsinə görə hesabladıqda inkişaf etmiş ölkə səviyyəsində götürülür. Ümumi daxili məhsulun adam başına düşən payına görə Portuqaliya, İspaniya, Yunanistan, İrlandiya orta inkişaf səviyyəsi keçmiş ölkələr, qalanları isə yüksək inkişaf etmiş ölkələrdir. Eyni zamanda köçürmə kapitalist ölkələr var. Bu ölkələr ABŞ, Kanada, Avstraliya İttifaqı, Yeni Zelandiya, İsrail və qismən də CAR-dır ki, Avropadan köçüb gələnlərin hesabına qurulmuşdur. İnkişaf etmiş ölkələr bir neçə yarım qrupa bölünür. Birinci yarım qrupa böyük 7-lik daxildir. Bax, bu gördüyümüz ölkələr ABŞ, Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanadadır. Deməli, burada əvvəlcə böyük 6-lıq olub, Kanada daxil olmayıb. Sonra Kanada daxil olmaqla artıq böyük 7-lik olmuşdur. Bunu qısaca olaraq ən inkişaf etmiş ölkələr kimi yadda saxlasaq, baş hərflərim ayaf bir kimi yadda saxlaya bilərik. ABŞ, Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanada. Ən çox inkişaf etmiş 7 dövlət. Birinci yarım qrupa bu ölkələr aiddir. İkinci yarım qrupa isə İslandiya, Norveç, İsveç, Finlandiya, Danimarka, Belçika, Lüksemburq, Avstriya və s. Üçüncü yarım qrupa kapitalizm ölkələri olan Avstraliya, Yeni Zelandiya, CAR, Kanada, İsrail daxildir. Düzdür, Kanada böyük 7-liyə aiddir, amma kapitalist ölkə olaraq adı çəkilir. Dördüncü yarım qrupa isə inkişaf səviyyəsinə görə digərlərindən geri qalan Portuqaliya, İspaniya, Yunanistan, İrlandiya götürülür. İnkişaf etmiş ölkələrin əsas oxşar əlamətləri var. Bu əlamətlər ABŞ, Kanada, CAR, Avstraliyadan başqa qalanlarının iqtisadiyyatları idxal xammalından əsaslanır. Yəni, bu 4 dövlətin özündə bütün məhsullar demək olar ki, var, amma digər ölkələrdə məhsul olmadığı üçün idxal olunur. Əhali təbii artımının birinci tipi xarakterikdir, orta ömür müddəti yüksəkdir, urbanizasiya səviyyəsi yüksəkdir, təsərrüfatı çox mərkəzlidir, ümumi daxili məhsulun adam başına düşən payı çoxdur, təsərrüfat transmilli korporasiya və transmilli birliklərin əlində cəmlənib. Təsərrüfatın sahəvi strukturunda qeyri-istehsal sahələrinin payı yüksəkdir. Qeyri-istehsal sahələri xidmət sahələridir. Sonra maddi istehsalda əsas emal edici sənaye, kənd təsərrüfatında isə intensiv heyvandarlıq üstündür. Bir də deyirik, maddi istehsalda əsas emal edici sənaye, kənd təsərrüfatında isə intensiv heyvandarlıq üstündür. Amma istisna ölkələr var. Portuqaliya, İspaniya, İtaliya, Yunanistan, Yaponiyada heyvandarlıq yox, bitkicilik daha çox inkişaf etmişdir. Ekoloji vəziyyət nisbətən sabitdir. İnkişaf etmiş ölkələri qruplaşdırsaq, dedik, böyük 7-liyə aid olanlar, Qərbi Avropanın digər ölkələri, köçürmə kapitalizm ölkələri, orta inkişafı malik ölkələr və bu ölkələr qrupuna yeni daxil olanları götürək. İnkişaf etməkdə olan ölkələr isə müxtəlif xüsusiyyətlərinə görə qruplaşdırılır. Əsas ölkələr Şərqi Avropa, Asiya, Afrika, Latın Amerikası ölkələri aid olunur. İnkişaf etməkdə olan ölkələrin çoxu mineral xammal ölkələri hesab olunur və bəzi ölkələrdə aqrar xammal ölkələridir. İnkişaf etməkdə olan ölkələr arasında fərq, inkişaf etmiş ölkələrlə müqayisədə olduqca çoxdur.
Yəni burada həm ümumi daxili məhsulun payı aşağıdır, həm təhsil şəraiti, ümumi götürsək bütün iqtisadi göstəricilər inkişaf etmiş ölkələrdə aşağıdır. Dünyanın ən kasıb ölkələrinə Somali, Haiti, Sudan, Çad, Banqladeş ölkələri aiddir. İnkişaf etməkdə olan ölkələrin çoxunda iqtisadiyyat asılı xarakter daşıyır. Ölkələrin əksəriyyətində iqtisadiyyatın inkişafı təbii resursların zənginliyi ilə ölçülür. Burada əsas istehsalda əsas kənd təsərrüfatı, hasilat sənayesi, yüngül yeyinti sənayesi önəmlidir. Ölkələrin əksəriyyətində həyat səviyyəsi aşağıdır. Burada demoqrafik vəziyyət də təbii artımın ikinci tipidir. İnkişaf etmiş ölkələrdə birinci tip, burada isə ikinci tipdir. Urbanizasiya səviyyəsi aşağıdır. Çox ölkələrdə yarancı urbanizasiya var və əksər ölkələrdə tək mərkəzlilik hakimdir. Ekoloji vəziyyət isə burada pisdir. İnkişaf etməkdə olan ölkələrdə bir neçə qrupa bölünür. Birinci, yeni sənaye ölkələridir. Bunlar nisbətən daha üstün səviyyə malikdir. Şərqi Avropa ölkələri, ASEAN, MDB ölkələri, Braziliya, Argentina, Çin, Hindistan, Pakistandır. İkinci, zəngin təbii resursa malik olan ölkələr, daha çox neft ixrac edən ölkələrdir. Birləşmiş Ərəb Əmirliyi, Kuveyt, Qətər, Liviya, Səudiyyə Ərəbistandır. Boksitlə zəngin olan Yamayka, turizm ilə seçilən Fiji, Baham adaları, Barbados adalarıdır. Orta mövqeyi malik ölkələr, Latın Amerikasının bir çox ölkələri, Şimali Afrika ölkələridir. Adam başına düşən gəlirə görə kasıb ölkələr. Dünyanın 50-yə yaxın ölkəsi kasıb ölkədir. Kasıb ölkələr Somali, Çad, Niger, Laos, Nepal və s.dir. İnkişaf etməkdə olan ölkələr arasında əsas ölkələri Braziliya, Meksika, Hindistan, Çin tutur. Bu 4 ölkə inkişaf səviyyəsinə görə daha üstündür. Ümumi daxili məhsulun həcminə görə də dünyada ilk 20-lik sırasındadır. Lakin hər nəfərə düşən istehsala görə artıq inkişaf etmiş ölkələr sırasında getmir. İnkişaf etməkdə olan ölkələrdə qruplaşdırılması sxemdə gördüyünüz kimi aparılır. Son vaxtlar inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələrin qruplaşması bunlarda BRICS təşkilatının yaranmasına gətirib çıxarmışdır ki, BRICS Braziliya, Rusiya, Hindistan, Çin və Çar ölkələri aiddir. Dünyanın iqtisadi gücləri 15-ci əsrə qədər tək mərkəzlilik hakim olubdur və tək mərkəzli olaraq Çin, Hindistan əsas məskunlaşma zonası olub və əsas iqtisadi güc burada olub. 20-ci əsrə qədər 18-ci, 19-cu əsrlərdə yenə tək mərkəzlilik olub və Avropa əsas mərkəz sayılıb. 20-ci əsrin əvvəllərində artıq iki mərkəzli həm Avropa, həm ABŞ olub. 20-ci əsrin ortalarından isə üç mərkəzli Avropa, ABŞ və Yaponiya olmuşdur. Əsas inkişaf etmiş ölkələr dedikdə böyük altılıq və Kanadada qoşularaq böyük yeddilik qrupları olmuşdur. Hazırda C20, yəni böyük 20-lik qrupudur. C20 ölkələrinə Avropa ölkələrindən Almaniya, Fransa, Böyük Britaniya, İtaliya ölkələri tək başına, digər ölkələr isə Avropa Birliyi adı altında çıxış edir. Deməli, Avropa Birliyi. Deməli, C20 ölkəsinə Avropa 5 ölkə olaraq çıxış edir. Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, yerdə qalan ölkələr Avropa Birliyi altında 5 ölkə. Bundan başqa Kanada, ABŞ, Meksika, Braziliya, Argentina, Çar, Avstraliya, İndoneziya, Yaponiya var. Sonra Cənubi Koreya, Rusiya, Çin, Hindistan, Ərəbistan və Türkiyə ölkələri aiddir.